Parabola mövzusu üzrə 36-cı sualla davam edək. Sualda yazılıb ki, tənliyin həqiqi kökü yoxdur, müəyyən bir şərt verilib. Tənliyin nə vaxt həqiqi kökü olmurdu? Diskriminantı nə olanda? Mənfi olanda. İndi parabola mövzusunda isə, əgər parabolanın diskriminantı mənfi olanda, onda parabola OX oxuna toxunmurdu və yaxud da kəsişmirdi. Yəni, ya həmişə OX oxundan yuxarıda yerləşirdi, ya da həmişə OX oxundan aşağıda yerləşirdi və yaxud da həmişə funksiyanın qiyməti müsbət idi və yaxud da həmişə qiyməti mənfi idi. İndi birinci bu şərtdə yazılıb ki, A plus B plus C mənfidir. Baxın, fikir verin, burada x-in yerinə 1 qoyanda parabolanın 1 qiyməti üçün, x-ə 1 verəndə funksiyanın 1-də olan qiyməti üçün birinci sualda cavab mənfidir. Deməli, əgər diskriminant mənfidirsə və x-in 1 qiymətində verilən funksiya mənfidirsə, onda bütün qiymətlərində bu funksiya mənfi qiymət almalıdır. Yəni, bizim şəklimiz birinci şəkil kimi olur. Bəs yaxşı, OX oxun kəsdiyi nöqtə yoxdur. İndi burada ordinat oxun kəsdiyi nöqtə var. Ordinat oxun kəsəndə biz x-ə nə verirdik? 0 verirdik. Deməli, bu C nöqtəsi olurdu. Və indi bu harada kəsir? OX oxundan aşağıda kəsir. OX oxundan aşağıda y-lərin ən böyük tam qiyməti nədir? Mənfi 1-dir. Baxın, ona görə burada ən böyük tam qiymətini soruşur. İkinci sualda isə biz buna fikir verirsək, onda yenə də f1-imiz 0-dan böyükdür. Deməli, parabolanın qolları yuxarıdır, OX oxun kəsmir, deməli, həmişə müsbətdir. Bəs yaxşı, ordinat oxun kəsildiyi nöqtə yenə C idi və bu apsis oxundan yuxarıda yerləşdiyinə görə ən balaca tam ədəd orada nədir? Natural olaraq 1-dir. Növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar.